Son derece aldığımız dəqiq məlumatlara görə Ramiz Mehdiyev ölkədən qaçdı. Mehriban Əliyeva Ramiz Mehdiyevi tutmaq üçün tapşırıq verdi və tapşırıq Ramiz Mehdiyevə çatdırıldı ki, səni tutmaq üçün göstəriş verilibdi. Və Ramiz Mehdiyev də tələm-tələsik vacib əşyalarını, sənədlərini yığaraq ölkəni tərk elədi. Deyilənə görə Rusiyaya qaçıb və Rusiya onu heç vaxtı verməz Azərbaycana. Ramiz Mehdiyev indi əlbəttə ki, qaçıb, indi əlbəttə ki, Rusiyadan müəyyən dairələrlə öz əlaqələrini düzəldəcək. Bu arada İlham Əliyev də Rusiyanın qəzəbinə tuş gəldi. Dünən yox, sırağa gün İlham Əliyev çıxışında Ukraynaya sözdə dəstək verməsi Rusiyanın xətrinə dəyibdi. Bu arada bilirsiniz də, qabaqdan 1 may, 3 may, 9 may qələbə günü gəlir. O qələbə ağlara qalsın, qalardı. Qələbə ağlara qalardı. Kaş ki o vaxtda Rusiya paramparça eləyərdilər. Yoxsa başqa formada çıxardarlar. Baxın, heç bir ancaq yubka geyindirdilər, çıxartdılar. Bax, qadın paltar, yubka. Amma bəziləri, bizdə geri zəkalıq var axı. Belə bir şuriyə yaranıb beynimizdə. Falan kəs o öldürdü, deməli, öldürən adam ən birinci adam olacaq. Ən birinci avtoritet, ən birinci kriminal, ən birinci oğru olacaq. Belə bir şuur var idi. İndi baxıram, bəzi adamlar Lotugolini öldürənin şəkillərini paylaşır. Kriminal avtoritet kimi, nə bilim, yeni oğru olacaq kimi. Nə danışırsınız siz? Gör necə bizim içimizdə özünü tanımayanlar var. Türk polisi belə, Türk devləti belə, nazir səviyyəsində prinsipial elə bir oğlu, xalqın sevdiyi oğlu öldürdüyünə görə yubka geyindirdiyi adamı da siz qəhrəman eləyirsiniz, sizə. İlham Əliyevin adamıydı da. Baxın, əvvəlki öldürülən adamlar Bəxtiyardan tutun ta bizim kriminal avtoritetlərimiz, oğrular, hamısı Heydər Əliyev tərəfindən öldürüldü. Hamı da bildi Heydər Əliyev tərəfindən öldürüldü və bu qisasını alacaqlar bunu. Aydın mı? Haçansa bunun qisasını alacaqlar. Oğru dünyası alacaq. Amma və lakin İlham Əliyev necə elədi bilirsinizmi? Rövşən Lənkəranskinin yanına da adam yerləşdirdi, Lotugolinin də yanına adam yerləşdirdi. Zaman çatanda, yetişəndə, lazımı zaman yetişəndə buna dedi, onu öldür. Məsələn, Qulinin adamı, Rövşən Lənkəranskinin, Qulinin yanında yerləşdirdiyi adam Lənkəranskini vurdular. Yerləşdirdiyi adam yox, daha doğrusu bununla əlaqələndirdilər. Zaten çox güman ki, adam da yerləşdirmək bunların əlində problem deyil. Qulinin də yanına yerləşdirdiyi adamı adam vurdu. Rövşən Lənkəranskinin adını çəkərək güya adamıymış kimi vurdu Lotugolini. Halbuki bu İlham Əliyevin adamıydı. Qardaşlar, yəni mənim quracağım ölkədə kriminal avtoritetlərə, oğrulara ehtiyac olmayacaq. Gəzməyə, nə bilim, racon kəsməyə qərib ölkə, qazanmağa, bazlıq eləməyə, hər şeyə qərib ölkə. Əzizlərini ziyarət eləməyə, qazandıqları sərmayəni ölkəyə qoymağa, ölüm ayağında bastırılmaq üçün gəlməyə vətən yaxşı. Qalan şeylərə qürbət yaxşı. Tərtər hadisələrinin başında deməzdim. Tərtər hadisələrinin ortasında duran Xanlar Vəliyevə İlham Əliyev 1-ci dərəcəli vətənə xidmətə görə ordenlə təltif elədi. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, burada nə düşünülür? Tərtər hadisələrinin başında duran Azərbaycanda bir nömrəli adam İlham Əliyev idi. Rusiyada da Vladimir Putin Face Bey idi. Tərtər hadisələrinin başında duran.
İlham Əliyevdən sonra aşağı təbəqələr də var idi. Baş prokuror, Müdafiə naziri, Nəcməddin Sadıqov, bir neçə adamlar. Ondan sonraki təbəqə kimdir? Xanlar Vəliyev. Xanlar Vəliyevdən sonraki təbəqə korpus komandirləri və salam, brigada komandirləri. Qutardı. Yəni Xanlar Vəliyev Tərtər hadisələrinin ortasındadır, başında deyil. Və Xanlar Vəliyevə birinci dərəcəli vətənə xidmət ordeni verdi. İki şey düşünürəm mən. İki şey. Ya Avropa ilə Amerika ilə bütün ipləri qopardan İlham Əliyev. Hətta Avropada, Amerikada olan siyasi fəallara baskı edir. Ölkədə baskı eləməyə, prokuraturaya çağırmağa adam qalmayıb. Demək olar ki, adam qalmayıb. Artıq Avropadakılara, Amerikadakılara qarmaq atan İlham Əliyev. İlham Əliyev ya elə Rusiyaya bağlı adamlara qol qənət verir. Yəni bilirsiniz ki, Xanlar Vəliyev bütün varlığınla Rusiyaya bağlı adamdır. Ya da İlham Əliyev biləsiniz, bunu da deyim ki, əvvəllər praktikada çox olubdur. Vətənə xidmətə görə orden verən adamları vəzifədən kənarlaşdırıbdır. Vəzifədən kənarlaşdırıbdır. Çox düşünürəm ki, mən bu arada şeydə poxunu çıxartdı. Kamran Əliyev də poxunu çıxartdı. Xanlar Vəliyevə də bu ordeni verdi. Mən şəxsən düşünürəm ki, İlham Əliyev iki halda bu orden verir. Ya Rusiyaya bağlı gücü adamları daha da gücləndirir, daha da Rusiya bağlılığını ortaya qoyur, daha da birliyini, Rusiya meyilli birliyini sıxlaşdırır, necə deyərlər, toparlayır. Ya da ki, İlham Əliyev Paşayevlər çoxlu prokurorlar hazırlayırdı, Paşayevlərə bağlı gənc kadrlar yetişibdi. Artıq Kamran Əliyevanın yerinə də Xanlar Vəliyevanın yerinə də kandidatlar var. Paşayevlər gəlir. Mehriban birisi də Mehriban yaxşı xanımdır. Mehriban, Mehriban, maç qıç Mehriban, maç qıç Mehriban. Deyirəm vətənəm, Mehribana gözünü tikənlər çoxdur. Mən biraz da Mehribana göz qaş eləsəm buradan, o biri blogerlər mənə hədəf alar. Qoy, hər öz poxunu isə yaxşıdır. Hər əlin öz poxu özünə dadlı gəlir. Uzun sözün qısası dəyərlənmədən Xanlar Vəliyevin ya kitab bağlanır, ya da yeni səhifə açılır. Bunu demək istəyirəm. Getdi, Xızının prokuroru, ayda, bir məlumatam prokuror var. Xızının, bir məlumat almışam ki, Xızının prokuroru hər bazar günü Kamran Əliyevə amcığını yalatdı. Babu göstərim sizə, həyat prokurordur, həyatdır, şelləndir. Çox gözəl qızdır, cavan qızdır. Avariya düşüb bugün. Allah ağrılarını, acılarını bol eləsin. Dəyərli vətənlərim, Xızının deməli prokuror, harada da bu Xızının prokuroru? Bir maldır, mal. Demək. O bir demək şeydə belə bir Türkçədə belə bir ad var. Demək. Bu Xızının prokurorudur. Son dərəcə dəqiq qaldığım informasiyalara görə bu çoxdandan vəzifələrdədir. Və Kamran Əliyev hər bazar günü Kamran Əliyev bunun Amcığını yalamağa bir saat vaxtını ayırır. Bir saat. Bəzi hallarda bir gecə də bundan yatır. Və dəyərli vətənlərim, bilmirəm nə məsələ oldu. Nə oldusa bu avariya düşdü. Bir neçə ağır xəsarət alıbdı. Yastığı yüngül olmasın inşallah. Getdi şey olarak. Dəyərli vətən, dostumuz türmədən çıxdı, dostumuz. Daha doğrusu dırnaq arası deyirəm ha. Bu çıxdı. Bunun adı nə idi? Nə idi bu qəhbə arvadının üstünə ilan salan nə idi bu? Bu. Arvadın üstünə ilan salan. Boy. Türmədən çıxdı. İlham Əliyev trollara böyük ehtiyacı var. Dəyərli vətənlərim, Rasim Məmmədov türmədən çıxdı. Rasim Məmmədov türmədən çıxdı dostlar. Bu adam. Baxın. Yadınızda da yolun qırağında Mehriban Əliyeva bunu necə tutturdu. 4 dənə arvadı var. Yadınızda da. Bu türmədən çıxdı. Bu nəyə görə çıxdı türmədən?
Bu o deməkdir ki, İlham Əliyevin trollara ehtiyacı var. İlham Əliyevə troll dəstəyi lazımdır. Ona görə birazdan da Ata Abdullayevin çıxacağını görsəniz heç şaşırmayın. Değerli dostlar, bilirsiniz də bu necə vəzifəyə qalxdı, bu necə böyüdü, neynədi, nə vardı. Bunu yəqin ki siz bildiniz siz. Deməli, bu öz bacısını bunun qızı bəylərin məşuqəsidir. Bunun qızı bəylərin altındadır ha. Öz bacısını bəylərin, prezidentin kartejin altına salıb, həmən vaxtda prezident yox imiş, bəylər imiş. Bunun bacısını yaxladı, sonra bəylərin bilmirəm qardaşımı, qardaş oğlumu, hər nə poxsa, bu xəstəxanadadır, bəylər tapşırıq verib ki, bu Rasimin bacısıyla məşğul ol. Xəstədir, pul verin evi. O da elə xəstəxanadaca Rasimin bacısı, o bayraq taxmış deyə başına məktəb direktoru. O bunun bacısıdır. Oradaca cinsel agiyə girmişdi və cadu əməl bir təri minmişdi boynuna, evlənmişdi. Və sonra arkasını bəylərə diriyərək bu çox xod getməyə çalışırdı. Və nəticə etibarilə deyilən vətənlərim, Mehribanın qəzəbinə tuş gəlmişdi, indi də ara sakitləşən kimi çıxartdılar. Alo.